Salamlar bir daha. Deməli, biz ilk 40 dəqiqəmizdə Howard Gardner nəzəriyyəsinə aid testlərin izahını təqdim elədik. Eyni zamanda qiymətləndirmə bölməsində qalan 50 testin yoxlayışını həll elədik. İndi isə sizə sayca ikinci nəzəriyyəmizi təqdim eləyəcəyik. Bugünkü nəzəriyyə mükəmməl və effektiv nəzəriyyələrdən biridir. Biz bunu öz tədrisimizdə dərs prosesində çox nəzərə ala bilərik və eyni zamanda da istər sertifikasiya imtahanında, istərsə də MİQ imtahanında ən əsas nəzəriyyələrdən biri sayılır. Çalışacağım ki, izahı elə istiqamətdə verim ki, həqiqətən də bu sizin üçün həm test mənasında, həm də tədris prosesində əhəmiyyətli olsun. Mən burada paylaşım eləyəcəyəm ilk öncə. Ekranı görürsünüzmü? Bəli, mənim görürəm. Deməli, bizim bugünkü nəzəriyyəmiz Jean Piaget, müəllifi Jean Piaget olan, deməli, zehni inkişaf nəzəriyyəsidir. Zehni inkişaf nəzəriyyəsi. Biz bugün bunu izah edəcəyik. Maksimum dərəcədə diqqətli olun ki, çünki bunun detalları çoxdur. Ümumiyyətlə, Jean Piaget və bu nəzəriyyə haqqında biz nə deyə bilərik? Jean Piaget özü İsveçrədə dünyaya gəlib, amma bu nəzəriyyənin inkişafı daha çox Fransa ilə bağlıdır. Çünki Fransada yaşadığı dövrdə fransız dilindən, belə deyim də, zəka istiqamətli tapşırıqların tərcüməsi ilə məşğul olub, dildən dilə tərcüməsi ilə məşğul olub və bu zaman fərq edib ki, insanların düşüncəsi bir-birindən fərqlidir. Xüsusilə yaş keçə-keçə düşüncələrdə fərqliliklər meydana gəlir və bunu ümumiləşdirəndə düşünüb ki, müəyyən yaş dövrlərində insanların yanaşması fərqlidir. Yəni ki, ümumi yanaşmalar yaş dövrlərində hamıda müşahidə oluna bilər. Və beləliklə zehni inkişaf nəzəriyyəsini ortaya çıxarıb. Zehni inkişaf nəzəriyyəsi həm psixologiyada, həm pedaqogikada önəmli nəzəriyyələrdən biridir. Jean Piaget özü psixoloq kimi bu nəzəriyyəni ortaya çıxartmışdır. Ümumilikdə Jean Piaget haqqında deyilən məlumatlara görə ömrünün 30 ilini sırf olaraq 0 yaşdan 18 yaşa qədər insanların müşahidəsinə həsr etmişdir və deyilənə görə 150-dən çox uşağı araşdırmış, müşahidə etmiş və onların oxşar xüsusiyyətlərinə görə deməli qərar vermişdi ki, bu yaş dövründəki uşaqların məsəl üçün 80%-ində, 90%-ində hansı məsələlər müşahidə oluna bilər və bunu nəzəriyyə halında təqdim etmişdir. Piaget nəzəriyyəsini biz klasterlə adətən izah edirik. Piaget nəzəriyyəsinin daxilində 3 dənə hissə var. Mən bu hissələri ayrıca sizə təqdim edəcəyəm. İkinci hissə, bu da üçüncü hissə. Birinci hissəyə biz deyirik ki, Piaget nəzəriyyəsinin anlayışları. İkinci hissəyə deyəcək ki, idraki inkişafa təsir edən amillər. Bunu da ayrıca izah edəcəyik. Nəhayət, üçüncü hissə isə yaş mərhələləri olacaqdır. İlk öncə birinci hissədən başlayaq. Piaget nəzəriyyəsinə görə əsasən 3 anlayışa biz daha çox rast gələcəyik. Əvvəlcə bunu bu hissələrə bölün. 1, 2, bir də 3. Piaget nəzəriyyəsinə görə deməli zəka anlayışı var, sxem anlayışı var və bir də uyğunlaşma anlayışı var. Zəka biz bilirik, beynimizdəki zəkamız nəticəsində biz ətraf aləmi dərk edə bilirik və sxem nədir?
bizim beynimizdə davamlı olaraq sxemlər var. Məsələn, deyək ki, mən sizə məktəbdən danışıramsa, Bəyin müəllimin nəzərində bir məktəb var, Rəqsan müəllimənin nəzərində də bir məktəb var və mənim nəzərimdə də bir məktəb var. Oxşar cəhət nədir? Şagirdlərin olması, məktəb rəhbərliyinin olması, müəllimlərin olması, partaların olması, lövhənin olması. Bu bizim beynimizdə olan məktəbin oxşar sxemləridir. Bu sxemlər oxşar olduğuna görə biz məktəbdən danışanda bir-birimizi başa düşürük. Və yaxud Rəqsan müəllimə deyirəm ki, avtomobil. Rəqsan müəllimənin beynində bir avtomobil canlanır. Söhbət avtomobilin markasından getmir. Sadəcə onun beynində avtomobil deyəndə ola bilsin ki, 4 dənə təkəri olan nəqliyyat vasitəsi nəzərə tutsun. Bəlkə də avtobus kimi təsəvvür eləsin. Məsələ budur ki, mən də nəqliyyatdan danışıram, Rəqsan müəllimə də nəqliyyatı başa düşür. Biz buna deyirik sxem. Uzun sözün qısası, biz həyatda danışırıqsa, söhbət ediriksə, biz əslində sxemlərlə danışıb söhbət elədiyimizə görə bir-birimizlə eyni mövzuda söhbət apara bilirik. Bəs uyğunlaşma nədir? Uyğunlaşmanın iki forması var. Uyğunlaşma var, deməli, assimilyasiya. Birinci növü adlanır assimilyasiya. Bunu izah edəcəyəm. İkinci növ isə adlanır, yəqin ki, adını eşitmişsiniz, akomodasiya. Akomodasiya. Assimilyasiya və akomodasiya. Assimilyasiya nə vaxt baş verir? İlkin uşaqlıq dövrlərində. İlkin uşaqlıq dövrlərində, məsəl üçün, uşaq harada 4 ayaqlı heyvan görürsə, hamısına at deyir. İtə də at deyir, qoyuna da at deyir, ata da at deyir. Məsələn, qaça-qaça gəlir müəllimə deyir ki, müəllim, həyətə at daxil oldu. Baxırsan ki, həyətə məsələn it girir və yaxud qoyun girir. Deməli, ilkin yaşlarda uşaq üçün bir dənə sxem var. 4 ayağını görəndə ona at deyir. Məsəl üçün deyirəm. Harada ağ saçlı adam görür, deyir baba. Harada qoca qadın görür, deyir nənə. Qayıdır, deyir ki, deyək ki, çərşənbə bayramıdır, balıq bişiriblər, gəlir, deyir ki, yenə delfin bişirmişsən. Onun nəzərində bütün balıqlar delfindir. Külməyə də delfindir, çapağa da delfindir, ısqırın bir yerdə delfindir və s. Çünki onun beynində bir dənə sxem var, balıq delfindir. Bu haçan baş verir ilkin uşaqlıq dövründə. Biraz keçəndən sonra bu uşaq başa düşür ki, axı bu külmədir, bu delfindir, bu balinadır, bu akuladır. Nə olsun, hamısı balıqlara aiddir. Balığın da növləri var. Buna deyilir akomodasiya, ayırd etmə. Yəni, assimilyasiya ümumiləşdirmədirsə, hamısını bir sxemdə ümumiləşdirirsə, akomodasiya ayırd etmədir, fərqləndirə bilir. Deyir ki, bu adam mənim babamdır, amma o biri adam mənim babam deyil, filan kəsin babasıdır. Bu atdır, bu qoyundur, bu deyək ki, itdir, bir-birinə ayıra bilir. Nə olsun, üçü də 4 ayaqlıdır. Deməli, biz ilkin yaşlarda adətən assimilyasiya edirik, ümumiləşdiririk, hamıya eyni cür, eyni sxemlə qiymət veririk. Yaş keçə-keçə artıq sxemin daxilində də ayırt etməyi bacarırıq. Bu oldu anlayışlar haqqında. İndi isə gəldik idraki inkişafa təsir edən amillər. Piaget nəzəriyyəsinə görə, ümumiyyətlə idraki inkişafın, yəni əqli inkişafın kökündə bioloji inkişaf dayanır. Çünki Piaget nəzəriyyəsi irsiyyəti əsas götürür, genetikanı əsas götürür. Genetika insanın bugünkü dərk etməsinə təsir göstərir. Bu, onun tərəfdarı olub. Məsələn, Vygotsky kollektiv öyrənməni əsas götürürsə, Piaget deyir, yox, kollektiv öyrənmə əsas deyil, əsas fərdi öyrənmədir, bu da genetikadan asılıdır, məsəl üçün. Piaget nəzəriyyəsi ümumilikdə zehni inkişafa təsir edən amilləri qruplaşdırıb və müxtəlif amillər ortaya çıxarıb. Bu amillər hansılardır? Onları da mən sizin üçün qeyd edeyim. Başqa rənglə alt-alta qeyd edəcəyəm. Bu amilləri biz sayanda 5 dənə amil çıxır. Onlardan biri belə adlanır. Birinci, zehni yetkinləşmə. Bilirsinizmi zehni yetkinləşmə nəyə deyir o? Deyir, bir uşaq irsi olaraq, genetik olaraq ayıqdırsa, yəni necə, atası da ayıq insandırsa, anası da ayıq insandırsa, o dünyaya gələndə ətrafı daha belə
dərk etməyə çox can atır. Daha tez dərk etmək üçün tez davranışlar eləyir, tez hərəkətli olur. İstəyir ki, ətrafındakiləri dərk eləsin. Buna deyilir zehni yetkinləşmə. Yəni bu amil genetikanı göstərir. Növbəti amil adlanır təcrübə. Təcrübə nədir? Dövrün nailiyyətidir. Məsələn, hesab edin ki, biz əlimizdə imkan olub 500 il əvvəlki insanlarla bir araya gəlirik. Biz əlimizdəki telefonla force edə bilərikmi? Xeyr. Çünki həmin 500 il əvvəlki adam deyəcək ki, bu telefon sənin nailiyyətin deyil, sənin yaşadığın dövrün nailiyyətidir, o dövrün təcrübəsidir. Demək, zehni inkişafa dövrün təcrübəsi də təsir göstərir. Bugün YouTube var, kompüter var, telefon var, proqramlar var. Bu bizim zehni inkişafımıza təsir edirmi? Eləyə bilir. Hətta çox təsir göstərir. Biz də istəyirik ki, uşaqları bu həddən artıq inkişafdan qorumağa çalışaq. Çünki onlar inkişafına mənfi təsir göstərə bilər. Buna nə deyilir? Təcrübə. Yaşadığımız dövr nə qədər inkişaf edibsə, bu bizim zehni inkişafımıza təsir göstərir. Üçüncü amil göstərilir uyğunlaşma. Bu da çox maraqlıdır. Məsələn, mən bunu daha çox belə göstərirəm. Məsəl üçün, biz müsəlmanıq. Niyə? Çünki Azərbaycanda dünyaya gəlmişik. Məsəl üçün, Azərbaycan müsəlman ölkəsidir. Mən çoxluqdan danışıram. Müsəlman ölkəsidir. Əgər biz dünyaya gəlsəydik Vatikanda, biz müsəlman olardıq mı? Yəni, ən azından dünyaya gələn kimi biz müsəlman olardıq mı? Xeyr. Deməli, bizim dünyada olan, məsələn, millət məsələsidir, din məsələsidir. Bu, daha çox yaşadığımız, doğulduğumuz ərazi ilə bağlıdır. Bəzən türklərin bir sözü var, coğrafiya bizim kaderimizdir. Yəni, biz harada dünyaya gəlmişiksə, dinimiz də odur, millətimiz də odur. Biz bunu zehni inkişafda adlandırırıq uyğunlaşma. Piaget deyir ki, bu uyğunlaşmadır. Biz harada dünyaya gəlmişiksə, onun şərtlərinə uyğunlaşmışıq. Dördüncü xüsusiyyət, dördüncü amil isə biz təqdim edirik zehni təşkil etmə. Zehni təşkil etmə. Bu amil nəyi ifadə edir? Deyir, çox insan adətən zaman anlayışı arasında səbəb-nəticəni düşünmür. Məsələn, az adam var ki, fikirləşir ki, mən dünən bu işləri görmüşəm, bugün bunun nəticəsində buna nail olmuşam. İndi də mən bugün bu işləri görməliyəm ki, gələcəkdə buna nail ola bilim. Belə düşünə bilən insanda zehin daha çox yaxşı inkişaf edib, biz buna deyirik zehni təşkil etmə. Yəni, əvvəl və indi arasında əlaqə yarada bilmə qabiliyyəti. Beşinci amil isə burada gedir tarazlama. Tarazlama. Və Piaget'in bir dənə yaxşı sözü var. Deyir, zehni tarazlıqda olan beyin inkişaf eləmir. Tarazlama zehni inkişafa necə təsir göstərir? Məsəl üçün, indi bir elan gəlsə ki, siz bu dərsi izləyəcək, elan gəlsə ki, MİQ imtahanında kurikulumu ləğv ediblər, kurikulum daha olmayacaq, 100% zəmanət verirlər və sizin elə içinizdə bəzi yoldaşlar deyəcək ki, müəllim, üzürlü sayın, biz ödənişi də eləmişik, narahat olmayın. Yəni, biz sadəcə daha dərsə qoşulmaq istəməyəcəyik, çünki işimiz var, filan var. Söhbət nədən gedir? Artıq tarazlıq yaranmış oldu. Sənin beynində əgər kurikulumla bağlı hər şey düzdürsə, məsələn, bütün imtahanlarda 100% nəticə göstərirsənsə sınavlarda, sənin daha inkişaf eləməyə marağın qalmır. Çünki beyin tarazlıqdadır axı. İndi sizin qabağınızda problem var. MİQ-də bal toplamaq. Çünki sınava gedmişsiniz, görmüşsünüz ki, hələ uyğun gəlmir. Tarazlıq pozulub. Hazırlaşırsınız, tarazlığı təmin edirsiniz. Sabah məktəbdə qəbul olundunuz, deyəcəksiniz ki, mən necə edeyim ki, mənim saatım daha çox olsun. Yenə tarazlıq pozulacaq. Başlayacaq işinizi elə görməyə ki, sizə etimad artsın. Biraz keçəcək, məsələn, mənə avtomobil lazımdır, tarazlıq pozuldu. Avtomobil alansa o da düzələcək. Elədir ki, insan həyatı davamlı olaraq tarazlığın pozulmasından ibarətdir. Və insan həyatı da bu tarazlığı təmin etmək üçün çalışmaqdan ibarətdir. Zehni tarazlıqda olan beyin inkişaf eləmir. Əgər sən deyirsənsə ki, hər şey yaxşıdır, hər şey əladır, mənə belə də bəs eləyir, bu o deməkdir ki, sən artıq inkişaf eləmək istəmirsən, beyin tarazlıqdadır. Bu qeyd etdiyim 5 dənə xüsusiyyət ki var, zehni yetkinləşmə, təcrübə, uyğunlaşma, zehni təşkil etmə, tarazlama, Piaget nəzəriyyəsinə görə idraki inkişafa təsir edən amillərdir. Buraya qədər aydındırmı? Bəli, müəllim, aydındır. Bəli, müəllim.
İndi gəlirik üçüncü hissəyə. Üçüncü hissəmiz adlanır yaş mərhələləri. Deməli, Piagetə görə 4 yaş mərhələsi var. Bu əvvəz olan adlarını yazım. Deməli, birinci mərhələ adlanır sensomotor dövr. Bu adlanır 0-2 yaş dövrü. İkinci mərhələ adlanır ilkin əməli mərhələ. Bu aiddir 2-6 yaş. Sonra gəlir konkret əməli mərhələ. Bu gəlir 6-12 yaş. Ən sonda gəlir formal əməli mərhələ. Bu isə olur 12-18 yaş. İndi mən bunların hər birini sizə izah edəcəyəm və izah etmək üçün də mən məcburam burada bəzi hissələri silim. Yəqin siz videonu izləyəndə həmin hissələri artıq özünüzdə qeyd etmiş olarsınız. Mən indi bu yaş mərhələləri hissəsini mən buradan bir qədər bu hissələri silim. Və yaş mərhələlərini bir-birindən ayırım. Deməli, Piaget nəzəriyyəsinə görə 4 dənə yaş mərhələsi var. Birinci adlanır sensomotor dövr. Bunu bu tərəfə gətirin. İkinci mərhələ adlanır ilkin əməli dövr. Bunu da yuxarı gətirin. Sonraki adlanır konkret əməli. Bunu hələ ki burada saxlayın. Formal əməlini də aşağıda saxlayın. Birazdan bizə lazım olacaq. Gəldik sensomotor yaş dövrünə. Sensomotor mərhələ nədən ibarətdir? Sensomotor mərhələdə uşaq ətrafı hisslərlə və hərəkətlərlə dərk edir. Burada sensor, hiss, motor hərəkət deməkdir. Bir körpə uşaq fikirləşin. Həmin körpə uşaq ətrafı nə ilə dərk edə bilir? Hisslərlə və hərəkətlərlə. Məsələn, əlini möhkəm şəkildə stola vurur. Bu sadəcə yoxlayır ki, bu yumuşaqdır, yoxsa bərkdir. Bir stakanı yerə atır, amma sənin üzvə baxır. Sən əgər gülürsənsə, demək bu hərəkət düzdür. Gülmürsənsə, demək bu hərəkət yaxşı deyil. Bu hisslərlə və hərəkətlərlə yaxşı və pisi ayırmağa çalışır. Sensomotor dövrdə uşaqlarda bir çox problemlər müşahidə olunur. Bunlar hansılardır? Problemlərdən biri adlanır səs bulaşması. Səs bulaşması nədir? Əgər bir 10 nəfərlik bir uşağı bir yerə yığmısansa, bir uşaq başlayanda ağlamağa, hamısı qeyri-ixtiyarı başlayıb ona qoşulmağa, ağlamağa. Bu əsnəmək kimidir. Necə gülmək bulaşıcıdır, biri güləndə sənin üzvə, sənə də gülmək tutursa, ağlamaq da bulaşıcıdır. Çoxu ağlayırsa, sənə də ağlamaq tutur. Buna deyilir səs bulaşması. Birinci ağlayan bəlkə bir səbəbi var, ağlayır. Digər ağlayanlar isə ona baxıb ağlayır. Yəni, onlar bir səbəbsiz ağlayırlar. Buna deyilir səs bulaşması. Ona görə də bağçada 0-2 yaşlı uşaqlardan biri ağlayanda bütün uşaqların ağlaması əmələ gəlir. Biri güləndə, ikisi güləndə digərlərinin də gülməyini hiss edirsən. Buna deyilir səs bulaşması. Bu dövrdə müşahidə olunur gecikdirilmiş təqlid. Gecikdirilmiş təqlid nədir? Bunu əksər uşaqlarda müşahidə eləmək olar. Deyək ki, 5 ay, 6 ay bundan əvvəl bir söz eşidib, həmin sözü 5-6 ay ərzində heç vaxt işlətməyib, ancaq birdən həmin sözü dilə gətirib işlədir. Və sən şoka düşürsən ki, bilsən, bu uşaq əcdahadır, gör necə bunun zəkası var ki, 6 ay bundan əvvəl bir şey oldu, mənim belə yadımdan çıxmışdı, amma uşağın yadında qalır. Buna dedik gecikdirilmiş təqlid. Beyninə yazır, bir məqam lazımdır, bir dövr lazımdır ki, onu təqdim eləsin. Növbəti burada problem adlanır, deməli, əşya davamlılığı. Əşya davamlılığı. Əşya davamlılığı nə deməkdir? Məsələn, 1 yaşa qədər uşaqlara bir əşyanı verirsən, götürüb oynayır. Sonra əşyanı ondan alırsan, sənə demir əşyanı ver. Sanki əşya yoxdur. Demək, 1 yaşında əşya davamlılığı yoxdur. Amma 2 yaşına çatanda isə əşyanı verirsən, oynayır. Sonra əşyanı ondan alırsan və yerə düşürsə, o səndən tələb edir ki, əşyanı ona verəsən. Niyə? O bilir ki, əşya var və davamlıdır. Buraya qədər aydındır yəqin.
Ben Eyni zamanda bu dövrdə müşahidə olunan daha bir xüsusiyyət var. Biz buna ayrılıq təşvişi deyirik. Yəni bu yaşda uşaqlar elə ki anası gözünün qabağında olmayanda bu təşviş keçirir. Hiss etsən ki, uşaq narahatdır, sanki ürəyi çırpınır, sanki stresə düşür ki, anam harda anasını axtarır, valideyni axtarır. Buna deyilir ayrılıq təşvişi sindromu. Bu bütün uşaqlarda 0-2 yaşda müşahidə oluna bilir. Bu 4 xüsusiyyət, 4 məsələ sensomotor mərhələyə aiddir. Biz bunu əxlaqi dəyərlərlə əlaqələndirsək, əxlaqi dəyərlərin olmadığı dövrə aiddir. Bu oldu sensomotor mərhələ ilə bağlı hissə. Gəldik ilkin əməli mərhələyə. İlkin əməli mərhələyə gəlmək üçün mən bu hissəni siləcəyəm. Çünki bu mərhələdə biraz çox işlər görəcəyik. Deməli, bu hissəni silin. İkinci mərhələmiz adlanır ilkin əməli mərhələ. İlkin əməli mərhələdə çoxlu problemlər var. Mən bunların hər birini qeyd edəcəyəm ki, bu sizə aydın olsun bütün bu problemlər. Bu dövrdə hansı problemlər müşahidə olunur? İlk öncə qeyd edeyim ki, uşağın bu dövrdə öz təcrübəsi məhduddur. Yəni, öz təcrübəsi yoxdur. Mühakimə də apara bilmir. Öz təcrübəsi yoxdur. Öz düşündüyü kimi düşünür. Özünə yönəlmə mərhələsi var. Özü nə istəyir, necə istəyir, elə də düşünür. Biri ona yol göstərəndə də onun yol göstərməsi buna təsir göstərmir. Və ona görə də buna deyilir ki, öz təcrübəsi məhduddur, amma özü dərk edə öyrənirsiniz. Buna məcbur nəsə öyrədə bilməzsiniz. Bu dövrdə müşahidə olunan ən böyük problemlər hansılar? Bu başqa rənglə verim. Bu dövrdə ən böyük problemlərdən biri adlanır fokuslanma problemi. Fokuslanma problemi. Deyir, şagird yolu keçəndə sağa baxır, görür maşın gəlmir, sola baxır, sağa baxır, görür maşın gəlir, sola baxır, görür maşın gəlmir. Elə bilir ki, həqiqətən bu yoldan maşın keçməyəcək və başlayır yolu keçməyə. Niyə? Çünki uşağın beynində sağ hissə ilə yol hissə birləşməyib, eyni mənzərə deyil. Bu, uşağın zəkası zəif olması demək deyil, bu dövrün xüsusiyyətidir. Bu dövrdə müşahidə olunan başqa bir problem tərsinə çevirə bilməmək. Tərsinə çevirə bilməmək nədir? Evindən çıxır, məktəbə gedir və yaxud nənəsi ilə gedir tək. Nənəsi ilə evə qayıda bilmir. Buna intuitiv mərhələ də deyilir, seriasiya problemi də deyilir. Yəni, bir tərəfə gedə bilir tək, amma geri qayıda bilmir. Bu dövrdə müşahidə olunur egosentrizm. Məsələn, gözlərini yumurlar ki, onları heç kim görməsin. Elə bilirlər ki, onlar heç kimi görmürlərsə, demək heç kim də onları görmür. Və yaxud dondurma yeyəndə gəldir ki, dondurma yemə, başın ağrıyacaq. Çünki özü dondurma yeyəndə bir dəfə başı ağrıyır, elə bilir ki, hamıda bu belədir. Bu dövrdə var monoloq. Monoloq nədir? 5 nəfər uşaq bir-birinin yanındadır. Elə bilsən, bir-birindən danışırlar, amma əslində onlar bir-birindən danışmırlar, hərəsi özü üçün danışır. Deyir, bunu bəzən qeybətə də bənzətmək olar. Məsələn, biri deyir ki, filankəs belə, o birisi deyir, düzdürsə, məndə də filankəs belə. Yəni, hərəsi öz dərdini danışır. Monoloq da belədir, baxmayaraq bir yerdədir, amma hərəsi öz aləmindədir. Bu dövrdə müşahidə olunur paralel oyun. Paralel oyun nədir? Görürsən, 5 nəfər uşaq bir-birinin köynəyindən tutub qatar-qatarı oynayır və sən deyirsən ki, nə yaxşı bunlar oynayırlar. Amma əslində o 5 nəfərdən birincisi başqa oyundadır, ikincisi başqa oyundadır, hərəsi öz oyunundadır. Ona görə birazdan konflikt yaranacaq. Çünki hərəsi öz oyununun yalnız o hissəsi onlara uyğun gəlir. Yəni, baxmayın 5 nəfər birlikdədir, 2-6 yaş arası uşaqlarda, amma hərəsi öz oyunundadır. Bu dövrdə müşahidə olunur simvolik oyun. Simvolik oyun. Bu testlərə daha çox düşən hissələrdən biridir. Uşaq qazan qapağı ilə maşın sürür evdə. Və ya oyuncaq taxta parçasını götürür, onu avtomat kimi, oyuncaq kimi istifadə edir. Və ya ruskanı götürüb deyir ki, bu iynədir, gəl sənə iynə vurun, mən həkiməm. Demək, hansısa bir əşyanı manipulyasiya edir, başqa bir rolda istifadə edirsə, buna simvolik oyun deyilir.
Bundan əvvəl təqlid etmə də var. Təqlid etmə simvolik oyun deyil. Təqlid etmədə daha çox deməli real əşyadan istifadə olunur. Real əşyadan istifadə olunursa biz ona deyirik təqlid etmə. Real əşyadan istifadə olunmursa təqlid etmə deyil, simvolik oyundur. Bu dövrdə müşahidə olunur sehirli düşüncə. Sehirli düşüncənin içərisində 3 dənə hissə var. Var animizm, gəlincə ilə söhbət edir, ya canlıya cansız, cansıza canlı kimi baxır. Bunun içərisində var artifikalizm, təbiətdə baş verən hadisələri kiminsə etdiyini düşünür. Məsələn, yağış yağırsa, deyir, yağışı kimsə yuxarıda göydən suyu tökür bizim üstümüzə. Bir də burada var xəyali dost. 6 yaşa qədər uşaqlar, adətən evin tək uşaqlarıdırsa və yaradıcı uşaqlardırsa, sanki kiminləsə danışırlar, kiminləsə ünsiyyətdədirlər. Elə gözlərinə sanki kimsə görünür, elə danışır, deyinir, zarafat edir, əsəbləşir və s. Biz buna deyirik sehirli düşüncənin xəyali dost hissəsi. Bu dövrdə müşahidə olunur hissə və tam arasında əlaqənin olmaması. Məsələn, deyirsən, hardansan, deyir, mən Bakıdanam. Deyirsən, Azərbaycandansan, deyir, yox, mən Bakıdanam. O bilmir ki, Bakı ilə Azərbaycanın içindədir. Bu dövrdə müşahidə olunur, demək, bunları qeyd edeyim. Bu dövrdə həmçinin müşahidə olunur dəyişməzlik. Məsələn, uşağa deyirsə, ananı istəyir, yoxsa atanı istəyir, deyir, atanı. Deyirsə, atanı çox istəyirsən, yoxsa ananı, deyir, ananı. Deyir, atanı istəyirsən, ananı, yoxsa babanı, deyir, babanı. Çünki axırıncını deyir. Sonuncu nədirsə, o onu qəbul edir. Oyuncağı götürür rənglər, qırmızı rəngli oyuncaqsa, yaşıl rəngə çevirdirsə, o deyir, belə yaşıl rəngdə. Daha demir ki, bu axı əvvəl qırmızı rəngdə idi, dəyişdi. Dəyişməzlik budur ki, onlar sonuncunu yadda saxlayırlar. Bir stakan suyu tök bankaya, eyni qədər sudur da, stakandakı su hündür olduğuna görə deyir, stakanda su çoxdur. Bankadakı su axı balaca görünəcək, enlidir axı banka. O deyəcək, bankadakı su azdır. Çünki hündürlüyə görə fərq edə bilər. Biz buna deyirik dəyişməzlik problemi. Bu dövrdə müşahidə olunan daha bir problem transformasiyanı dərk etməmək. Transformasiya zamandır. Məsələn, uşaq deyir ki, mən dondurma istəyirəm. Sən deyirsən ki, narahat olmadı, dondurma sənsin dünən almışdım. Deyir, yox, dondurma istəyirəm. Deyir ki, yaxşı, sənsin sabah dondurma alacağım. Deyir, yox, dondurma istəyirəm. Niyə? Çünki onun bir dənə zaman var, indi. Bu dəqiqə dondurma istəyir. Sən onun fikrini dəyişməsən, nə sabahı qəbul edir, nə dünəni. O indi ilə yaşayır. Bax, bu qeyd olunan problemlər hamısı ilkin əməli dövrdə baş verir. Özünə yönəlmə mərhələsidir. Öz təcrübələri məhduddur. Özləri mühakimə irəli sürə bilmir. Öz məhdud təcrübəsi ilə ətrafı dərk etməyə çalışır. Bu oldu ilkin əməli mərhələ haqqında məlumat. Bu qədəri kifayətdir. Artıq da əski deyil. Bu hissəni silirəm. Gəldi konkret əməli mərhələyə. Konkret əməli mərhələdə artıq uşağın belə deyim, məntiqi təfəkkürü, riyazi məntiqi təfəkkürü çalışmağa başlayır. Bu çox çətin dövrlərdən biridir. Çünki uşağın bundan əvvəlki mərhələdə olan problemlərinin heç biri burada görünmür. Uşaq daha çox başlayır məntiqli suallar verməyə. Gündə suallar verir. Valideyn bu suallardan artıq bəzən bezə bilir. Məsələn, sual verir ki, məsələn, filan kəs niyə həbs olundu? Məsələn, deyir ki, filan kəs məsələn cinayət törətmişdi, adam öldürmüşdü. Deyir, yaxşı, adam öldürəni həbs edirlər, deyir, bəli, həbs edirlər də. Deyir, bəs filan kəs özünü öldürmüşdü, onun məzarı həbsxanadadır. Yəni, uşağın verdiyi sual məntiqlidir, düzgün sual verir, amma bunun izahı çox çətin olur bəzən. Çünki cənnət-cəhənnəm anlayışını uşağa başa salmaq olmur bu dövrdə. Bu dövrdə uşağın verdiyi suallar məntiqlidir. Bu dövrdə testdə düşən hissə daha çox bundan ibarətdir ki, uşaq riyazi olaraq hesablamalar apara bilir. Artıq riyazi təfəkkür bu dövrdə yaranır. Baxın, Piaget deyir ki, riyaziyyat 6-12 yaşda formalaşır. Məsələn, ibtidai sinifdə riyaziyyatı zəif olan uşaq yuxarı siniflərdə çox çətin öyrənir riyaziyyatı, çox hallarda öyrənə bilmir. Yəni, konkret əməli mərhələ riyaziyyatı öyrənmək üçündür.
Testdə düşən əsas hissələrdən biri budur ki, konkret əməli mərhələ deyəndə induksiya prosesini həmişə yadda saxlayın. Əgər görsəz ki, biz təfəkkürdə induksiya keçmişdik, ya, induksiya nə idi? Xüsusidə ümumiyə getmək, balacadan böyüyə getmək, nə bilim, nümunədən, çalışmadan qaydaya getmək. Əgər hökmdə görsəz ki, əvvəl azdan danışır, çoxa gedir, yəni söhbət induksiyadırsa, demək bu haçan olur, konkret əməli mərhələdə olur. Bu birbaşa testlərdə qabağınıza çıxacaq. İnduksiya bərabərdir konkret əməli mərhələ. Bir induksiyanı sizə haçan keçmişik, təfəkkür mövzusunda keçmişik, onu xatırlaya bilərsiniz. Konkret əməli mərhələ haqqında bu qədər desək, bəs eləyər. Gəldik sonuncuya, formal əməli mərhələyə. Formal əməli mərhələ xüsusilə melanxolik tipləri çıxma şərti ilə əksər temperament tiplərində rast gəlinir. Formal əməli mərhələ o deməkdir ki, bunlar daha çox abstrakt düşünə bilirlər. Məsələn, dilemmalar var. Məsələn, Kolbekin dilemmasını keçəcəkdə sən bilmirsən ki, bu tərəfi seçərsən, yoxsa o tərəfi seçərsən, hər iki tərəf haqlıdır da. Belə dilemmalar varsa, belə suallar varsa, bu sualı cavab verən uşaq formal əməli mərhələdədir. Deyir ki, formal əməli mərhələ atalar sözlərini başa düşməyi ifadə edir. Bu adamlar formal əməli mərhələdədirsə, yanılmazları hətta başa düşürlər ki, bu yanılmaz, bu atalar məsələləri nədən bəhs edir. Formal əməli mərhələdə bir sıra yeniyetməlik problemləri var. Məsələn, yeniyetməlik problemlərindən biz hansını burada qeyd edə bilərik? Burada egosentrizm düşünmənin tərkibi var. Egosentrik düşünmə. Bu daha çox yeniyetmələrdə baş verən egosentrik düşünmədən söhbət gedir. Bunun daxilində problemlər var. Bunun daxilində deməli 3 dənə hissə var. Qoy mən bunları qeyd edeyim. Egosentrik düşüncə özünü 3 cür göstərir. Bunlardan biri budur, xəyali tamaşaçı. Məsələn, bu insanlar, xüsusilə yeniyetmə dövrü insanları bəziləri, yəni əksər hissəsi belə fikirləşir ki, onlar səhnədədir, baş roldadır və bütün insanlar bunlara tamaşa edir. Məsələn, yolla gedəndə ayaqqabı biraz tozlu olursa geriyə qayıdır. Deyir ki, avtobusa geciksəm də, bax, mən tozlu ayaqqabı ilə gedə bilmərəm, cəmaət mənə baxır, mən diqqət mərkəzindəyəm. Amma əslində heç də diqqət mərkəzində deyil. Avtobusda cibindən qəpik düşür, qəpiyi götürməyə ərinir, birdən götürsəm cəmaət deyər ki, bu 20 qəpik üçün əldən ayaqdan gedir, hamı mənə baxır, amma əslində buna heç kim baxmır. Mağazada gedib çörəyi alır, deyir ki, buna ödəmənin artığını qaytarırlar, 10 qəpikdir, deyir, lazım deyil. Sanki bu 10 qəpiyi götürmək özünə pis bilir. Amma əslində nədir? Elə fikirləşir ki, cəmaət bunu izləyir. Buna deyilir xəyali tamaşaçı. Bu dövrdə olan ikinci problem şəxsi əfsanə adlanır. Şəxsi əfsanə nədir? Bir hadisə danışır ki, bu hadisə baş verdi, mən belə elədim, elə elədim, belə elədim. Amma əslində həmin hadisədə özü aktiv iştirak eləməyib. Sadəcə özünü qəhrəman kimi təqdim edir ki, güya bu nələrsə eləyib. Bu dövrün xüsusiyyətidir. Bu dövrün üçüncü, yəni egosentrikdə üçüncü problem omnipotent düşüncə adlanır. Bu ikinci adı iddialı düşüncə. Mənə heç zad olmaz düşüncəsi. Məsələn, velosipedi yüksək sürətlə idarə edir, deyir, mənə heç zad olmaz. Ona avtomobil tapşırırsan, yüksək sürətlə idarə edir, risk edir, deyir, mənə heç zad olmaz. Bunları bir növ Allah saxlayır. Məsələn, özləri bir 40 yaşına çatında deyirlər ki, biz niyə belə eləyirdik görəsən, biz böyük risk eləmişik. Günü bu gün olsa mən elə şey eləmərəm. Çünki bu dövrdə iddialı düşüncədir. Məsələn, birinci kurs tələbəsi sual verirsə ki, nə olmaq istəyirsə, ilk dəfə məktəbə, universitetə gəlib, deyir, nə bilim, mən BMT-nin rəhbəri olmaq istəyirəm. Yəni, birinci kurs nədir? İddialı düşüncə. Dördüncü kursa gəlib çatında nə olur? Deyir ki, bir dənə iş olsaydı işləyərdim, miqə hazırlaşar filan. Amma birinci kurs daha çox iddialıdır. Çünki elə bilir ki, bütün dünya bunun ətrafında fırlanır. Buna deyilir omnipotent düşüncə. Bəzən Shakespeare-lə bağlı deyilir. Oğluna deyir ki, oğlum nə olmaq istəyirsən? Deyir Shakespeare. Sən Shakespeare olmazsan. Çünki mən Allah olmaq istədim, Shakespeare oldum. Demək, Shakespeare-in bu yanaşması özü nədir? Omnipotent düşüncə, daha çox iddialı düşüncə deməkdir. Bu dövrdə düzdür, bu qeyd elədir, bu 3 xüsusiyyət, mənfi xüsusiyyətdir. Amma biz təkcə mənfi xüsusiyyətlə bu dövrü xatırlamırıq da. Bu dövrün çox gözəl xüsusiyyətləri də var. Məsələn, hipotetik düşüncə. Hipotetik düşüncə.
Hipotetik düşüncə nədir? Əgərlə düşünmə. Əgər filan şey olsaydı, filan şey olardı. Sertifikasiya imtahanları bitsəydi, biz rahat nəfəs alardıq. MİQ imtahanında yüksək bal toplasaydım, mən istədiyim məktəbi seçə bilərdim. Yəni, əgər şərt budaq cümlələri var, hipotetik düşüncə elədir. Məsələn, biz bayaq sizə egosentrik düşünmədən danışdıq. Ancaq bunun əksi də var. Biz buna deyirik çevik düşüncə. Məsələn, egosentrik düşüncə odur ki, mən nə deyirəmsə mən deyəndir, başqası səhv deyir. Çevik düşüncə odur ki, mən də düz deyirəm, sən də düz deyirsən. Bu dövrdə müşahidə olunan digər maraqlı düşüncələrdən biri də yüksək şuurlu düşüncədir. Yüksək şuurlu düşüncə. Yüksək şuurlu düşüncə nədir? Məsələn, Nazənin müəllimə deyir ki, məsələn, bir qəlbində bir şey fikirləşir ki, filan müəllim belə, filan müəllim elə və sonra əyləşib fikirləşir. Mən axı belə düşünməyim düzgün deyil. Demək, Nazənin müəllimə kimsə qıraqdan demir, özü öz fikrini tənqid edə bilirsə, demək, onda yüksək şuurlu düşünmə var. Öz fikrini tənqid etməyi bacarır. Bu daha üst səviyyə sağlayır. Hər adamda bu yoxdur ki, öz fikrini, öz düşüncəsini, deyək ki, tənqid edə bilsin, düzəldə bilsin. Bu dövrdə həmçinin biz belə deyək də, bu egosentrik düşünmədə mənəm-mənəmlikdən danışdıq hardasa, xəyali tamaşası da mənəm-mənəm idi, şəxsi əfsanə də mənəm-mənəmdir, omnipotent də mənəm-mənəmdir. Və Piaget qəşəng bir cümlə deyir. Piaget deyir ki, əgər bir insan mənəm-mənəm deyirsə, demək o şəxsi inkişafın hələ birinci səviyyəsindədir. Heç vaxt inkişaf etmiş insan mənəm-mənəm demir. Mənəm deyən insanlar, mən elədim, mən bunu etdim, mən bu yaxşılığı elədim, mən bunu inkişaf elətdirdim, mən olmasaydı bu olmayacaqdı kimi fikirlər deyən adamların şəxsi inkişafın hələ birinci səviyyəsindədir. Yəni, çox yaxşı hələ inkişaf eləməyiblər. Bu dövrdə analitik düşüncə də olur. Analitik düşüncə bilirsiniz də, elmi araşdırmaları göstərir. Və bir də var analoji düşüncə. Analojini də buraya yazım. Analoji elə bizim bildiyimiz düşüncədir. Təfəkkürdə öyrənmişdik, analoji düşüncə. Bizim elə bildiyimiz düşüncədir. Yəni, bir şeyi nəyəsə bənzədib, yadda saxlayır. Dostlar, bu Piaget nəzəriyyəsinin geniş formatda izahı idi. Formal əməli mərhələ ilə bağlı bir şeyi də yadda saxlayaq, sonralara onu da deyim. Əgər biz bayaq konkret əməldə dedik ki, induksiyadır, formal əməli isə deduksiyadır. Deduksiya prosesi, yəni böyükdən balacaya düzülüş varsa, ümumidən xüsusiyyət düzülüş varsa hökmlərdə, bu deduksiyadır. Deduksiya formal əməliyə bağlıdır. Bu bizim Piaget nəzəriyəsi haqqında verdiyimiz məlumatlardır. Bunu dinləyə, bunu izləyə çalışın, özünüzdə qeydlər aparın. Klaster aparmasanız bunu öyrənə bilməzsiniz. Klaster şəklində mən necə siz üçün çəkirdim hissə isə, siz də bir dənə vərəqdə bunu çəkə-çəkə öyrənə bilərsiniz. Ev tapşırığı kimi isə elə testdən 50 dənə test, Piaget nəzəriyyəsinə aid testi mən sizə tapşırıram. Birazdan qrupda da qeyd edəcəyəm ki, o testləri eləyəsiniz. Bugünkü dərsimiz bu qədər. Kimin nə sualı olsa, bizə WhatsApp qrupunda yaza bilər. Təşəkkürlər. Yenə bunu izləyəndə sualı çıxsa, mənə yazarsınız. Çox sağ olun müəllim. Çox sağ olun. Çox sağ olun müəllim.